rəssam, biri Salvador Dali, biri Pablo Picasso tamamilə bənzərsiz baxışları ilə dünyanı heyran etdilər. Bəs hansının yaradıcılığını azacıq da olsa başa düşmək mümkündür, birini başa düşmək mümkünsüz idi. Yəni ya Salvador Dalini başa düşmək mümkün deyil, amma Pablo Picasso-nu başa düşmək olur da. Bəli, Pablo Picasso-nun yaradıcılığını başa düşmək az da olsa mümkündür. Güntac müəllimə, deyə bilərsiniz, sürrealizm cərəyanı neçənci əsrdə yaranmış necə bir istiqamətdir və bu cərəyana xas xüsusiyyətlər nələrdir? Müəllimə, burada yəni bir də siz deyin, mən onu xatırlayım da, nəsə yadımdan çıxdı, sürrealizm. Müəlliməm, sürrealizm cərəyanı 20-ci əsrin birinci yarısında dünya mədəniyyətindəki bədii istiqamətdir və ağla ziddiliyi ilə, yəni ümumi qəbul olunmuş qaydalara uyğunsuzluğu ilə xarakterizə olunan bir cərəyandır sürrealizm. Çox sağ olun. Sağ olun. Elnarə müəllimə, deyə bilərsiniz zəhmət olmasa, Salvador Dali hansı mövzulara toxunmuşdu yaradıcılığında? Salvador Dali atom bombasından tutmuş, hətta yemək hazırlanmağa qədər olan mövzuları da, məsəl üçün burada var idi, elm, incəsənət, bu mövzulara toxunurdu həmişə. Bəli, müəlliməmiz düzdür, təşəkkür edirəm. Şərabani müəllimə, Yuxu çarpayı əsəri, bir də şəxsi dəyərlər əsərinin müəllifi. Yuxu çarpayı əsəri Frida Kahlo'dur. Şəxsi dəyərlər isə René Magrittedir. Bəli, müəllimə. Nurlana müəllimə, sürrealizm cərəyanı hansı cərəyanların qavranılmasını tamamilə asanlaşdırdı? Necə müəllimə? Sürrealizm cərəyanı hansı cərəyanların qavranılmasını tamamilə asanlaşdırdı? Abstraksionizmi müəllimə. Başqa 2 dənə üslubuydu. Bir də kubizm idi. Bəli, abstrakt sənətin və kubizmin qavranılmasını tamamilə asanlaşdıran üslub sürrealizm cərəyanıdır. Bəli, müəlliməmiz. Xəyalə müəllimə, deyə bilərsiniz, o hansı cərəyandır ki, bu cərəyandan sonra rəssamlar başqa cərəyanı axtarış məqsədi güdmür. Yəni, bu cərəyanın şərtləri onları tam qane edirdi. Sürrealizm müəllimə. Bəli, sürrealizm. Gültəkin müəllimə, deyə bilərsiniz, bilirik ki, Pablo Picasso yaradıcılığında da Pablo Picasso-nun yaradıcılığında da sürrealizm dövrü olmuşdur. Neçənci illəri əhatə edirdi və Pablo Picasso bu dövrlərdə nəyə müraciət edirdi? Bəli, 25-37-ci il idi Pablo Picasso-da sürrealizm dövrü. Bəli. Deməli, burada kubizmlə sürrealizmni birləşdirərək insan obrazları, qadın obrazları yaratmışdı. Bu əsərin adı nə idi? Belə bir qadın adı idi. Maria Teresa Walter. Sonra müəllimə burada elə ki, heykəltaraşlıqla da aktiv məşğul olmağa başlayıb. Bəli, müəlliməmiz. Burada Afrika heykəltaraşlığından aldığı təəssüratlarını kubizm və sürrealizm üsullarıyla yoğunlaşdıraraq heykəltaraşlıqla aktiv məşğul olmuşdur. Və bu dövrdə nə təsvir edirdi? Yəni, bu ətraflı biraz əşyaları necə təsvir edirdi? Əşyaları öz fikirləşdiyi kimi, gördüyü kimi, öz fikirləşdiyi kimi təsvir edirdi. O deyirdi ki, mən əşyaları gördüyüm kimi deyil. Gördüyüm kimi yox, fikirləşdiyim kimi edirəm də. Düşündüyüm kimi təsvir edirəm. Bəli, düşündüyüm kimi təsvir edirəm və qadınların təsvir olunduğu bir neçə tablo çəkib, buradakı formaları yaradarkən də kubizmin həndəsi tərzindən həyati elementləri birləşdirmişdir. Ümumiyyətlə, Pablo Picasso-da biz tanış olduq ki, Afrika sözü 3 dövrdə mövcuddur. Afrika heykəltaraşlığını, aldığı təəssüratlarını bu kubizm, sürrealizm üslubu ilə uyğunlaşdırıb heykəltaraşlıqla məşğul olduğu dövr sürrealizm dövrü idi. Yəni, Afrika sözünün yanında heykəltaraşlıq gördükmü, sürrealizm dövrü yadımıza düşür Pablo Picasso-da. Amma ki, Afrika və İberiya incəsənətinin təsiri altında çalışdığı dövr son dövrdür. Amma ki, Afrika incəsənətini kəşf etdiyi dövr isə elə Afrika dövrünün özüydü. Yəni, bu fərqləri yadda saxlayaq. Müəlliməmiz, təşəkkür edirəm. Kəmalə müəlliməm, deyə bilərsiniz zəhmət olmasa, Salvador Dali başqa nəyi bacarırdı? Nəyi ustasıydı? Başqa həm də reklamlar edirdi o. Cupa-cupuydu. Düzdür. Reklam loqotiplərində cupa-cupsuydu. Başqa? Bir də Avroviziyanın Avropa mahnı müsabiqəsində də aktiv iştirak etmişdir. Bəs bunlar neçənci ildə çəkmişdir?
1969-da idi. Yox, 69 idi səhv etmirəmsə. 69 aydır, bəli. Bu toxunduğum mövzular idi, amma Salvador Dali mütləq şəkildə müəllimlər əzbər bunu da yadda saxlamalıyıq. Salvador Dali mükəmməl çertyuj çəkməyi bacaran dahi koloristidir. Həmçinin təşəkkür edirəm. Sevinç müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, Salvador Dali yaradıcılığı hansı xüsusiyyətləri ilə seçilir? Həm axırıncı Artenin ayın içindəki sınağında da bu xüsusiyyətləri gördük. Müəllimə, xüsusiyyətləri, valla nə bilim, hər mövzuda toxunub da, yəni Yox müəlliməm, çox xahiş edirəm. Bir dəqiqə müəlliməm. Toxunduğum mövzuları soruşmuram. Yaradıcılığının səviyyəvi cəhətini soruşuram. Heç kim də yerdən müdaxilə etməz. Hə, nə bilim, valla deyəməyəcəm müəllimə. Bunu cavablandıracaq Sevinç müəlliməm. Deməli, İlahə müəlliməm bilirsiniz. Yeni qoşulan müəllimlərdir İlahə müəllimə, Sevinç müəllimə. Buyurun İlahə müəllimə bilirsinizsə cavablandırın. Heç kim yerdən müdaxilə etməsin, xahiş edirəm. Xeyr, onu sualda bilmədim. Gülnarə müəlliməm mart ayından bizlə davam edir, mütləq ki bilər. Buyurun Gülnarə müəllimə. Deməli, optik illüziya sözü bir dənə Salvador Dali'də var. Optik illüziyadan, qeyri-adi mənzərədən, sonra obrazlardan, ikili obrazlardan, istehsalı səhnələrdən, bax bunlardan istifadə Bəli Gülnarə müəlliməm, düzdür. Mütləq şəkildə əzbər yadda saxlanılmalıdır. Bəzən olur ki, deyir ki, Salvador Dali yaradıcılığının səciyyəvi xüsusiyyəti nədir? Hansı xüsusiyyətindən seçilir? Müəllimlər gedib sürrealizm cərəyanına xas xüsusiyyətləri deyir. Sürrealizm cərəyanının xüsusiyyətləri uydurma xəyallar, formaların qəribə uyğunluğudur. Amma Salvador Dali yaradıcılığının fərqli xüsusiyyətləri ikili obrazlardan, istehsalı səhnələrdən, optik illüziyalardan, qeyri-adi mənzərə və dərin simvolizmdən seçilirdi. Bu ayrıca yadda saxlanılmalıdır və arti sual nümunələrində də biz bunu gördük. Təşəkkür edirəm. Ülkər Cəfərova müəlliməmiz. Zəhmət olmasa mənə deyə bilərsiniz Salvador Dali'nin üslub texnikası nədir? Ülkər Cəfərova buyurun. Bəli, müəllimə, necə? Salvador Dali'nin üslub texnikasını deyin zəhmət olmasa. Müəllimə, sürrealizm, ekspresyonizm, dizayner var, bunda keramika, rejissor. Müəlliməm, siz ekspresyonizm sözü ilə rastlaşmısınız, siz sürrealizm Salvador. Buyurun müəlliməm, düzəliş verin, zəhmət olmasa səhv cavab verdiniz. Düz saydıqlarınız da var, amma burada ekspresyonizm kimdə? Ay Ülkər müəlliməm, ümumiyyətlə deyin, ekspresyonizm cərəyanı sadəcə 2 dənə rəssamda vardı. Bir rəngkarda, bir heykəltaraşda. Kimdə idi bu? Hansı? Müəllimə, heykəltaraş olaraq Alberto Giacometti idi. Rəhkar olaraq isə bu hansıdır Allah? Paul Klee. Müəlliməm, bəli, ekspresyonizm rəngkarda Paul Klee-də, heykəltaraşlar arasında ekspresyonizm Alberto Giacometti düzdür. Müəlliməm, mən sayıram, deməli kubizm, sürrealizm cərəyan olaraq mütləq şəkildə 2 dənə cərəyan. Kubizm, sürrealizm. Elə kubizm üslubunda olan avtoportreti də var idi. Buradan bəllidir ki, Salvador Dali kubizm üslubunda əsər yaradır və sürrealizm onsuz da ki, onun yaradıcılığının şaxəsi sürrealizm cərəyanıdır. Amma texnika olaraq rəngkardır, heykəltaraşdır, qrafikdir, rejissor. Baxın, burada bir söz var. Rejissor başqa heç kimdə yoxdur. Bir dənə Salvador Dali'nin açar sözü üslub texnikada rejissor heç kimdə yoxdur. Amma müəlliməm, burada bir dənə söz var ki, dizayner sözü, o bir dənə də rəssamda vardı. Bəs bu kimdir? Dizayner sözü başqa kimin üslub texnikasında var? Müəllimə, o Picasso'da müəllimə, Picasso'da. Bəli, düzdür. Maşallah, düz yadda saxlamısınız. Pablo Picasso'dadır müəlliməm. Təşəkkür edirəm Ülkər müəlliməm. Xanım müəlliməmin növbəsidir və xanım müəlliməm mənə deyəcək ki, hansı əsər idi ki, Salvador Dali'nin əsər atom nəzəriyyəsinin öyrənildiyi mərhələdə çəkilmişdir? Qalatya sferalarla. Bəli müəlliməm, düzdür. Təşəkkür edirəm. Dünya müəlliməm. Deyə bilərsiniz, hansı əsər idi ki, vaxt axınının labüdlüyünü yaratmaqla ərimiş pendir tikəsindən ilham alıb yaratmışdır bu əsəri? Salvador Dali, bu əsər adı nədir? Müəllimə, yaddaşım daimiliyi. Bəli, Dünya müəlliməm, düzdür. Güntac müəlliməm. Mənə deyə bilərsiniz, Salvador Dali harada doğulmuşdur? Sonra əsərlərinin mövzusu nə idi və məşhur əsərləri ilə bunları sadalayın. Güntac müəlliməm, buradasınız? Bəli. Buradayım, hatırlamağa çalışıram. Bilən varsa müəllimə desin, mənə də yaddaş olsun.
Bəli, bunu cavablandıracaq Elnarə müəllimə mütləq ki bilir. Müəllimə, İspaniyada anadan olmuşdu, Figueras'da anadan olmuşdu. Bəli. O əsərlərin mövzusu da orada simvolizm var idi, mifologiya, portret, mənzərə, bir də natürmort. Bəli müəlliməm. Bəli, yerdən heç kim müdaxilə etməsin, çox xahiş edirəm. Bəli. Hə, müəlliməm düz dediniz. Natürmort, mənzərə, portret. Bir dənə mifologiyada var, simvolik rəngkarlıq. Simvolik rəngkarlıq heç bir kəsdə yoxdur. Əsərlərin mövzusu daha çox üslub texnika düşür, amma əsərlərin mövzusu da yadda saxlanılmalıdır. Müəlliməm, dediniz ki, İspan rəssamıdır. Başqa İspan rəssamları kimləri tanıyırsınız və İspaniyanın bu tanıdığınız rəssamlar hansı şəhərlərində, yəni anadan? Pablo Picasso, Francisco Goya, bir də Juan Miro. Juan Miro, bir dənəsi də Diego Velázquez. Bəli. Deməli müəlliməm, bu Pablo Picasso İspaniyanın Malaga şəhərindədir. Sonra Sevilla şəhərində olan, İspaniyanın Sevilla şəhərində olan Diego Velázquezdir. Sonra müəlliməm, bu Barcelonada olan Juan Miro'dur. Salvador Dali isə Figueras şəhərindədir. Düzdür müəlliməm. Məşhur əsərlərində zəhmət olmasa Elnarə müəllimə sadalayın. Məşhur əsərlərim Məfxi axşam var idi, Bədheybətin yaradılışı, sonra Zürafə od içində, Nərgizin çevrilməsi, sonra nə var idi? Canlı natürmort var idi. Bəli müəlliməm, düzdür. Dedik ki, canlı natürmort idi, döyüşçü idi və xüsusən də metodik vəsaitimizdə də onun Nərgizin çevrilməsi, yəni Nərgizin bədheybəti deyə də əsər orada da vardı. Dediniz Məxfi axşam müəlliməm. Bir dənə də Məxfi, bircə dəqiqə gələni qəbul edim. Hə, dediniz ki, Məxfi axşam. Məxfi axşam əsəri oldu Salvador Dali'nin. Bir dənə də Azərbaycan rəssamı vardı ki, burada Məxfi gecə vardı. Bu sənətkar kim idi? Mircavad Bəli, Mircavadı. deməli Məxfi gecə Mircavadın, Məxfi axşam əsəri isə Salvador Dali'nindir. Təşəkkür edirəm müəlliməm. Şərabani müəlliməm cavablandıracaq. Şərabani müəlliməm. Deyə bilərsiniz zəhmət olmasa. Bu rəssam bilirik ki, sürrealist əşyalarda yaratmışdır. Məsələn, onun yaxa sancağı vardı, geyim nümunəsi, dodaq formasında olan, yəni bu aksesuarlar bilirik. Kimlərin idi? Yəni yaxa sancağının adı nə idi? Geyimin adı, bir də ki, bunların adını deyin zəhmət olmasa. Bəli, yaxa sancağı zamanın gözü idi, göz formasındaydı. Bəli. Sonra geyim Elza olaraq yadımda saxlamışam. Elza Davamı Karelinin geyimi. Rubin dodaqları da digər Bəli, yaxa müəlliməm. sancağı. Bəli, düzdür. Müəlliməm, bəs bilirik ki, sürrealist əşyalar mebel nümunəsi ətir yaradırdı. Sürrealist bu dodaq neçənci ildə onu divan, dodaq formasında divanı neçənci ildə yaratmışdı, bir də ki, ətri. O 74-cü ildə idi. 1974-cü ildə dodağı idi, ətir 82-ci ildə idi. Bəli, müəllimə. Müəlliməmiz bilirik ki, May West'in üzü olan sürrealist otaq yaratmışdır. Bəs həmin o bu dodaq formasında 1974-cü ildə yaratdığı dodaq formasındakı divan May West'in üzü olan otaqdakı divandımı bəs? Xeyr, müəllimə, o fərqli formada olandır. Düzdür, o fərqli ayrı-ayrı divanlar olmuşdur. Müəlliməm, təşəkkür edirəm. Bəli. Növbəti müəlliməm Nurlana müəllimə. Zəhmət olmasa deyə bilərsiniz, bütün planetdə ən nəhəng sürrealizm eksponatlarından biri olan, ən çox ziyarətçi qəbul edən İspan muzeyi hansı muzeydir? Dali'nin teatr muzeyidir müəllimə. Bəli, Dali teatr muzeyidir, düzdür. Və bu Dali teatr muzeyi müəlliməmiz hansı şəhərdə yerləşirdi və bu kimin layihəsi üzrə tikilmişdir? Deməli, Salvador Dali'nin tərəfindən layihəsi əsasında tikilmişdi. İspaniyanın Figueres şəhərində Bəli, yaradılmışdı. düzdür, öz layihəsi əsasındadır. Bəs hal-hazırda harada nümayiş olunmaqdadır? Nə tər ki müəllimə harada? Yəni otaq, bu otaq May West'in üzü olan otaq hansı ölkədə yerləşir? Amerikada. Bəli, İncəsənət İnstitutu Chicagoda. Bəs müəlliməmiz burada dodaq, sonra gözlər, saçlar nəyə əvəz edirdi? Saçlar burada pərdəni əvəz eləyirdi müəllimə.
gözlər elə bil ki, portret idi gözləri. Dudağı divan idi. Bunun üstündə isə buxara kimi nəsə qoyulmuşdu, elə bir şey. Bəli, Yəni ona buxara bənzəyir. qoyulmuş. Saat düzdür müəlliməmiz. Təşəkkür edirəm. Xəyalə müəlliməmiz, zəhmət olmasa deyə bilərsiniz, o hansı rəssamdır ki, bir kimyager kimi dünyanı universal simvollara ayırırdı? Juan Miro müəllim. Bəli. Müəlliməmiz, bəs Xəyalə müəllimə, Juan Miro perspektiv qaydaları ilə necə davranırdı və necə rənglərdən istifadə edirdi? Bir dəqiqə. Bəli, müəlliməmizin çağırdılar. Ona görə bunu cavablandıracaq Gültəkin müəlliməm. Juan Miro perspektiv qaydaları ilə necə davranırdı və necə rənglərdən istifadə edirdi? Mənim kifayət qədər sərbəst davranırdı. Yaxın, uzaq məsafələr arasında fərqi vurğulamırdı. Bəli, müəlliməmiz düzdür. Ən sevimli rənglərini deyirsiniz müəllimə? Yox, ən sevimli rəngləri soruşmadım. Sadəcə necə rənglərdən, lokal olan rənglərdən yobud yaxınlardan Lokalda istifadə şovu edirdi. yaxınlardı. Bəli. Kəmalə müəlliməm, hansı sənətkar Avropa avangardının klassiki modernizmində əsl təmsilçisi idi? Juan Miro'dur müəllim. Bəli, müəlliməmiz Juan Miro'dur. Bəs Kəmalə müəlliməm, Juan Miro'nun sürrealist üslubda olan əsərlərindən bir neçəsini sadalayın zəhmət olmasa? Sürrealist üslubda olan əsərləri. Bəli. Müəlliməmiz mavi səmadan odlu çarxa doğru məsələ, mavinin qızılı, kişi başı, sonra vardı Arlekin karnavalı, sonra şumlanmış tarlaydı, Kataloniya mənzərəsi Amma bunlar. onlar sürrealist üslubdadır da müəllim, Bəli, hə? sürrealist. O mən biraz qarışdırıram. Bəli, müəlliməmiz sürrealist üslubda olan əsərləri idi. Kəmalə müəlliməmdən sonra Sevinç müəlliməm, onun fovizm üslubunda olan əsəri hansı idi? Juan Miro'nun. Fovizm. Bəli. Hansı əsər idi valla, yadımdan çıxıb. Dəqiq deyəmədim. Başqa sual verim sizə Sevinç müəlliməm. Bəli. Hə, Sevinç müəlliməm. Bəs deyə bilərsiniz hansı şəhərdə, yəni bu bayaq dedik əslində bunu, Barselonanın İspaniyanın hansı şəhərində anadan olmuşdur? Figürisi də desəm. Yox, Figueres Salvadorda, Barselonada. Müəlliməm, bəs realist üslubda olan əsərini bilirsiniz Sevinç müəllimə? Juan Miro kimdən danışırıq? Juan Miro'dan danışırıq. Hə. Realist üslub. Realist üslubda yaratdığı əsərinin adı nə idi? Heykəlin deyirsiniz. Yox, müəlliməm bizə bu gün qoşulub, ona görə əvvəlcə dərslərimizdə yox idi. Suallarımıza cavab verə bilməməyin səbəbi də belə. Müəlliməm, ev yox, narahat olmayın. Yəni bəli, inşallah daha da hazırlıq bu gün qoşulmusunuz da gələn dəfə daha yaxşı hazırlaşarsınız. İnşallah. Müəllimə hansı əsəridir realist üslubda? Realist üslubda yaradılmış həyətin daxili görünüşü əsəridir. Həyətin daxili görünüşü. Bəli, müəlliməmiz düzdür. Boz görüntü, hə. Müəllimlər Ağ-qara kimi. bəli. Tamam, müəllim. Bəli, təşəkkür edirəm. İlahə müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, rəssamın Juan Miro'nun kubizm üslubunda yaratdığı əsərinin adı nə idi? Kubizm üslubunda dovşanla natürmort idi. Stol, dovşan, natürmort. Bəli, düzdür müəlliməm. Bəs müəlliməm, deyə bilərsiniz İlahə müəllimə, Juan Miro sürrealizmin necə variantını yaratmışdır? Onu biraz. Bəli. İndi çox xahiş edirəm, yerdən heç kəs suala müdaxilə etməsin, narazılıq olur. Buyurun, kiminsə mənə sualı varsa, amma mən onu cavablandıra bilərəm. Hə. İndi isə bu sual... İlahə müəlliməm, dedim ki, sürrealizmin Juan Miro necə variantını yaratmışdır? Başa düşmədim ya da cavabı da bilmədim. Hə, cavabı bilmədiniz ona görə, yoxsa yəni cavabı bilmədiyinizə görə. Gülnarə müəlliməm bunu cavablandıracaq. Gülnarə müəlliməm, Juan Miro sürrealizmin necə variantını yaratmışdır? Mən başa düşdüyüm şəkildə Aysəydə müəllimə belədir ki, o daha zərif, bir də poetik müəmmalı yaradıbdı. Olmağa çalışıb o üslublarda. Mən belə başa düşürəm. Yox, müəlliməmiz, bəli, bu cürə əsərləri var, bu ayrı. Amma ki, mən deyəni,
Bəzi müəllimələrim var, artıq başa düşdü. Bunu da cavablandıracaq hal-hazırda qrupda. Məsələn, Nurlana müəlliməm var. Buyurun. O bilmirsə Şəfiqə müəlliməm cavablandırsın. Müəllimə, poetik sürrealist variantını yaratmışdı. Bəli, poetik sürrealizm var ya. Bəs Nurlana müəllimə, Juan Miro'nun əsərlərində hansı fiqurların məskunlaşdığı qəliz aləm sürrealizmin inkişafında növbəti mərhələ sayıldı? Hansı fiqurların? Həndəsli figurlar. Bəli müəlliməm. Həndəsli. Bəli, Şəfiqə müəlliməm. Juan Miro əsərləri görürük ki, Salvador Dali'nin əsərləri ilə seçilir. Burada həndəsi fiqurlardan, düz, sınıq, qıvrıq xətlərdən, yəni burada istifadə etmişdir. Ələ keçməz alov dillərindən istifadə etmişdir. Yəni həndəsi fiqurların əsərdə məskunlaşdığını görürük. Yəni bu da sürrealizmin inkişafında növbəti mərhələ oldu və Juan Miro özünün poetik sürrealizm variantını yaratmışdır müəllimlər. İndi bu sualı, Gülnarə müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, Juan Miro'nun əsərlərində təsvir sənətin hansı növləri çoxdur və bunlar nə kimi qavranılır? Onlar elə bil ki, qrafika növü çoxdur təsvirin sənətin. Deməli, nöqtələr, cizgilər, sonra qırıq xətlər, sonra bir də mücərrətlik kimi qavranılır. Bəli, müəlliməm, düzdür. Ülkər Cəfərova müəlliməm, yaradıcılığın əsas xüsusiyyətləri arasında hansı hisslər vardı, hansı mövzular vardı Juan Miro'da? Müəllimə, yaradıcılığının xüsusiyyətləri Hiss deyirəm. Baxın, məsələn deyirəm, hiss deyirəmsə ağlamalıdır, gülməlidir, yoxsa yağışlıdır, müəlliməm. Yəni mən bunlar deyil ha. Bildim müəllimə. Müəllimə, yaradıcılığın əsasında sevinç, gün işığı, sağlamlıq, rəng və ritim var idi müəllimə. O sumbata, daş, o materialların da hə. Bəli müəlliməm, düzdür. Sevinç, gün işığı, sağlamlıq, rəng və ritim vardı. Müəlliməm, təşəkkür edirəm. Xanım müəlliməm, zəhmət olmasa deyə bilərsiniz, hansı materiallarla təcrübələrə başlamışdır və hansı material da maraq göstərirdi Juan Miro? Müəllimə, o qum, daş, sumbata kağızı iş, onu deyirsiniz. Bəli, müəllimə, düzdür. Qum, daş, sumbata kağızı, yəni sumbata kağızı da biri. Maraqlıdır. Hə, müəllimə də internet zəifdir. Qumdur, daşdır, sumbata kağızıdır, vişdir. Yəni sumbata kağızı bilməyənlər üçün deyil, şkulka kağızıdır. Bu şkulka kağızıdır, sumbata kağızı. Xanım müəlliməm, sizdə səs bilinmir. Bu dərs dinləyici qismində qalarsınız. Yəni nə mən deyəni siz başa düşürsüz, nə siz deyəni mən başa düşürəm. Bəli, ona görə dinləyici qismində. Dünya müəlliməm, deyə bilərsiniz, doğulduğu yer, əsərlərinin mövzusu, üslub texnikası nədir Juan Miro'nun? Müəllimə, bayaq dediniz da, deməli o İspan rəssamıdır. İspaniyada yəqin ki, anadan olubdur. Sonra əsərlərinin mövzusu mənzərə idi, portret idi, natürmort idi. Üslub və texnikası da sürrealizm, sonra heykəltaraşlıq, sonra keramika, orada qadın və quş keramikası var idi. Sonra qrafika, rəngkar idi, həm də bir də abstrakt rəssam idi da. Bəli, abstraksionizm, sonra sürrealizm, rəngkarlıq, heykəltaraşlıq, düzdür, keramika. Keramika rəssamı, bir də qrafika. Bəli, müəllimə, düzdür. Bəli, düzdür. Bəli, necə müəllimə? Sürrealizm da, sürrealizm, bəli müəlliməmiz. Təşəkkür edirəm. Deməli, Avropa avangardının klassiki modernizmin də təmsilçisi. Bilirik ki, müəllimlər, avangardizm, modernizm cərəyanında üslubları özlərində bir neçə cərəyanları əhatə edirlər. Avangardizm klassik ənənələri pozaraq ənənəvi sosial mədəni dəyərləri olan münasibəti dəyişirdi. Modernizm cərəyanı klassik ənənələrə yenidən baxışın başlanğıcı idi. Təşəkkür edirəm. Bunu Güntac müəlliməm deyəcək ki, məşhur əsərləri Juan Miro'nun hansı idi? Buradasınız Güntac müəllimə? Bəli, müəllimə, buradayam. Bəli. Məşhur əsər var idi Juan Miro'nun. Qızıl gül var idi, deyəsin, səhv eləmirəmsə, fermer var idi. Bunlar deyirsiniz də, hə müəllimə? Bəli, sayın, davam edin, müəlliməmiz ardını bilirsinizsə, buyurun, davam edin. İkisi yadımdadır, ondan sonra nə idi Allah? Cənub, şimal, ferma, sonra müəllimə, Holland interyeri, qadın, köçəri quş. Bəli, bu kimi ana mövzusu, qızıl güllə, natürmort, bu kimi əsərləri vardı Juan Miro'nun. Güntac müəlliməmdən sonra
Hansı müəllimimizin növbəsi də? Elnarə müəlliməm. Zəhmət olmasa deyə bilərsiniz təsvir sənətin hansı növündən maraqlanırdı xanım Miro? Heykəltaraşlıqla müəllimə. Bəli, Elnarə müəlliməm. Heykəltaraşlığa aid olan məsələ onun qadın quş əsəri vardı. Harada ucalmışdı? Hündürlüyü nə qədərdir? Burada hansı rənglər vardı? Bunları sadalayın zəhmət olmasa. Deməli, Barselonada Juan Miro adlı parkda ucalırdı. Hündürlüyü 22 metr idi. Burada əsasən həm qadın, həm də quş formasında idi. Əsas da Juan Miro'nun sevdiyi rənglərdən istifadə eləmişdi. Qırmızı, sarı, yaşıl və göydən istifadə eləmişdi. Keramika ilə örtülü demək olar ki, bu heykəl nümunəsi idi. Keramik. Bəli, müəlliməm 22 metr düzdür müəlliməmiz. Bəli. İndi isə davam edirik. Elnarə müəlliməmdən sonra cavablandıracaq bizim sualımızı Şərabani müəlliməm. Deyə bilərsiniz, bilirik ki, bir sıra keramik pannolarında müəllifi olmuşdur. Bəs hansı keramik pannolardır? Bunların adını sadalayın zəhmət olmasa. Müəllimə, bunlar binaların divarlarına çəkilmiş keramik pannolar idi. Adları biri Sant Galiyədə Ali İqtisad Məktəbinin deyəsən pannosuydu. Bəli. Biri St. Paul de Vence fondunun divarı. Barcelona Havalimanı var idi, digəri tam yadımda. Bəli, Harvard Universitetinin yeməkxanası bu kimi keramik pannoların müəllifi olmuşdur müəlliməmiz. Növbəti müəlliməmiz cavablandıracaq Şərabani müəllimə. Nurlana müəlliməm, neçənci illərin ortalarında Miro real tanınan obrazları özünün icad etdiyi gizli və müəmmalı dilə çevirməyi öyrənir və burada artıq çəkilmiş əsər necə idi? 1920-ci ildə idi müəllimə. Bəli, 20-ci bəs burada çəkilmiş əsər artıq necə idi? Burada müəllimə sehirli düsturlardan istifadə etmişdi əsərlərində yaradarkən. Bəli, artıq sehirli düsturdur müəlliməmiz, düzdür. Xəyalə müəlliməm, buradasınızsa, buyurun, zəhmət olmasa mənə deyə bilərsiniz. Dedik ki, onun əsərlərində həndəsi fiqurların məskunlaşdığı qəliz aləm sürrealizmin inkişafında növbəti mərhələ oldu. Xəyalə müəlliməm, burada da düz, sınıq, qıvrıq xətlərdən ələ keçməz alov dillərinə bütöv bir tamlıq yarada bilmişdir. Bəs Xəyalə müəlliməm, Juan Miro ənənəvi və xalq sənətini dərindən öyrənilməsi nəticəsində nəyi kəşf etmişdir? Bunu cavablandıracaq Gültəkin müəlliməm. Juan Miro ənənəvi və xalq sənətini dərindən öyrənməsi nəticəsində nəyi kəşf etmişdir? Müəllimə, real tanınan obrazları özünün... Xeyr, Gültəkin müəlliməm. Buyurun, Şəfiqə müəlliməm cavablandırsın. Müəllimə, sirli işarələri. Bəli, sirli işarələri düzdür. Kəmalə müəlliməm. Zəhmət olmasa Kəmalə müəlliməm deyə bilərsiniz, neçənci ildə hansı kitabı nəşr edib bu poeziya toplularına illüstrasiya çəkərkən Juan Miro? Qızıl Lələkli Kərtənkələ adlı əsəri idi. Bəs neçənci? Desən 1971-ci ildə səhv etmirəmsə. Bəli müəlliməm, düzdür. 71-ci ildə Qızıl Lələkli Kərtənkələ düzdür. Bəli müəllim. Bəs bu Ay və Qara Somert Moemin, deməli Ay və Qara Şahı romanı hansı rəssamın həyatı əsasında yazılmışdır müəlliməm? Kəmalə müəlliməm, eşidirsiniz məni? Yadıma sala bilmirəm. Bəli, eşidirəm. Yadıma salmaq çalışıram. Bəli, Paul Gauguin. Ay və Qara Şahı romanı. Bəli, bəli. Ay və Qara Şahı romanı Gauguinin həyatı əsasında yazılmışdır və bu Juan Miro'da 1971-ci ildə Qızıl Lələkli Kərtənkələ adlı kitabı nəşr etmişdir. Növbəti müəlliməmiz Sevinc müəlliməm. Zəhmət olmasa deyə bilərsiniz, neçənci ildə muzeyi təsis etmək fikrinə düşdü və neçənci ildə də Barselonada muzeyi yaradıldı? 1970 idi desəm. Müəlliməm. Bəlkə də səhv. Müəlliməm 68-ci ildə nəhəng fərdi sərgisindən sonra təsis etmək fikrinə düşdü. 75-ci ildə isə artıq yəni Barselonada Juan Miro fonunda müasir incəsənətin təbliği və tədris mərkəzi açıldı. İlahə müəlliməm. Bəli, təşəkkür edirəm. İlahə müəlliməm. Bəs burada onun neçə dənə rəngkarlıq əsəri, neçə min rəsm, neçə dənə heykəldən ibarət sonra yəni kolleksiyalar vardı? Neçə min yadıma düşmür. Müəllimə, bu günlərdə isə məndə
Eybi yox, həyəcanlanırsınız, bəlkə də dərsə belə qoşulmusunuz deyə. Narahat olmayın. Narahat olmayın, gələn dəfədən da artıq bilirsiniz, hazırlaşacaqsınız, daha da yaxşı cavab verəcəksiniz. Bəzən həyəcanlananda bildiyimiz bir şeyi belə unuda bilirik müəlliməm. Bəli, narahat olmayın belə şeyə. Sonra növbəti Gülnarə müəlliməm, zəhmət olmasa cavablandırın. Deməli, onun kolleksiyasında 300 rəngkarlıq əsər olubdu. 10.000 də rəsm olubdu, 150 dənə də heykəl olubdu. Bəli müəlliməm, düzdür. Bəs Xan Miro bəşəriyyətin düşüncəsində özünü, yəni öz adını necə yazmışdır? Hansı materialların üzərində? Kətan və gel üzərində. Bəli, Gülnarə müəlliməm, düzdür. Ülkər Cəfərova müəlliməm. Siz mənə deyəcəksiniz müəlliməmiz, İsveçrəli rəssam, rəng ustası, qrafik, yəni heykəltaraş kim olmuşdur? Müəllimə, Giacometti. Alberto Ekspresiyonumunda var idi. Bəli, Ülkər müəllimə Alberto Giacomettodur, düzdür. Bəs Alberto Giacometto deyə bilərsiniz müəlliməmiz, ilkin əsərləri hansı üslubda olmuşdur, sonradan hansı üslubun təsiri altına düşmüşdür? Aha, müəllimə, ilk əsərləri o realist tərzdə işləyib, lakin sonralar kubizmin təsiri altına düşür. Afrika incəsənəti, arxaik okeanın arxaik plastikası, qədim Amerika incəsənətinə maraqlanır və onun əsərlərində Rodin'in əsərlə yaradıcılığının təsiri hiss olunur, təsir altına yaratmışdır daha doğrusu. Sonra belə yəni. Bəli, müəlliməm, düzdür. Dedi ki, Rodin'in yaradıcılığının təsiri altındaydı. Bəs ay müəlliməm, bu Henry Moore kimin yaradıcılığından məhdudlanaraq heykəltaraş olmağı qərara almışdır? Müəllimə, Henry Moore Michelangelo'nun müəllimə. Bəli, Michelangelo'nun düzdür müəlliməmiz. Bəs impressionist texnikasını heykəltaraşlıqda tətbiq edən sənətkar kim olmuşdur? Rodin, Auguste Rodin. Bəli, düzdür. Deməli, impressionist texnikası bəs burada necə canlanırdı onda? Müəllimə, onda daxili qarşı durma idi, onda necə deyim, gərginlik, emosiyalar, natamamlığa verəkdən yol verirdi. Bəli, bilərəkdən heykəlin səthində natamamlıqlar yaradırdı. Deməli, burada çapıqlar, qırışlar əks olunurdu və bu da işıqlandırma zamanı impressionist texnikası artıq burada canlanmış olurdu Ülkər müəlliməmiz. Təşəkkür edirəm. Dünya müəlliməm cavablandıracaq. Dünya müəllimə, deyə bilərsiniz zəhmət olmasa, bu hansı cərəyanlarda işləmişdir? Birini dedi Ülkər müəlliməm, dedi ki, kubizm ilkin əsərləridir, realist. Bəs başqa hansı cərəyanda işləmişdir? Müəllimə, bu Amerika incəsənəti ilə maraqlanıb, Afrika incəsənəti ilə maraqlanıb. Düzdür müəlliməmiz, o incəsənətlə maraqlanıb, bəs hansı cərəyanda yəni əsərlər yaratmışdır kubizmdən başqa onu soruşuram? Kubizm, bir də surrealizm. Surrealizmdə də heykəltaraş nümunələri söyləyib. Bəli müəlliməm, surrealizm üslubunda, kubizm üslubunda ilkin əsərlərdə realist tərzdə. Bəli, düzdür, Dünya müəllimə. Heykəl nümunələri olubdur. Bəli. Heykəl. Mən bunları oxumuşam, sadəcə çox çətindir. İnanırsınız, nə qədər oxumuşam. Əslində çox asandır. Bunun izahı məndə var. Həmçinin sual-cavab səs qeydi. Konkret bir dənə müəllimə sual-cavab etmişəm. Mart ayına qədər dərsimin gedişatı buydu ki, hər müəllimi bir dənə mövzu keçirdim 9-cu sinifdən. Hər müəllimi fərdi şəkildə eyni mövzudan, yəni sual-cavab edirdim və belə də səs qeydi var. Atacam, dəfələrlə qulaq assaz, artıq bu rahat şəkildə dərsi mənimsəyəcəksiniz. Onsuz da yolumuz uzaqdır da, yol gedəndə qulaq asın. Bəli, təşəkkür edirəm. İndi növbəti müəlliməm, Güntac müəlliməm. Cavablandırarsınız. Müəlliməm dedi ki, Dünya müəllimə dedi ki, Afrika incəsənəti, okeaniyanın arxaik plastikası, qədim Amerika incəsənətindən maraqlanırdı. Bəs bu incəsənətlərlə maraqlanan başqa hansı rəssamlar tanıyırsınız? İncəsənətlə maraqlanan başqa hansı rəssamlar? Afrika. Pablo Picasso. Bəli. Başqa? Sonra Avignon qızlar var idi Pablo Picasso'da. Sonra hansı rəssamlar idi? André Matisse'in adı çəkilir. André Matisse. Bəli, müəlliməm. Müəlliməm, Paul Gauguin-də də bu incəsənətlərlə bilirsiniz. Müasirə olduğu cəmiyyətin onu qəbul etməməsi onda ənənəvi incəsənətə, yəni arxaika, köhnə Afrika incəsənətinə maraq oyatmışdı. Bu da Artinin 3 iyun sualında da əks olunmuşdur. Və müəlliməm, bir dənə də Azərbaycan rəssamlarında, yəni bu incəsənətlər var. O hansı idi? Bir dənə rəssamda bu adı çəkilir. Mircavad. Bəli, müəlliməm. Mircavad Mircavadovdur.
Düzdür. İndi bu sualı Güntac müəllimən cavablandırdı. Adları bir dənə unuduram. Bəli, Güntac müəllim. Elnarə müəllimə. Mən idim. Güntac. Mən idim. Bəli. Afət müəllim. Mən Bəli, idim. təşəkkür edirəm müəlliməmiz. Hə, indi isə digər müəllimlər telefonu səssizə alsın, xahiş edirəm. Bizim Elnarə müəlliməmin növbəsidir və yerdən çox xahiş edirəm, narazılıq olur. Deyirlər ki, yerdən müdaxilə olmasın. Ona görə növbəti Elnarə müəllimə cavablandıracaq ki, Alberto Giacometto bir sıra əsərlərinin məxsusliyini vurğulamaqdan ötəri nəyə salırdı əsərlərini? Qəfəsə salırdı müəllimə. Karkas konstruksiyaların içərisində yerləşdirirdi. Bəli, karkas konstruksiyaların içərisinə salırdı, düzdür müəlliməmiz. Bəs Şərəbani müəllimə, deyə bilərsiniz müəlliməm, burada bir qədər sonra hansı sənətkar öz heykəllərində kubizm elementlərini röyalarla dolu xəyal və qəzəblə cəmləşdirib? Giacometti müəllimə. Bəli, Şərəbani müəllimə. Bəs Şərəbani müəllimə, ətraf aləm və onun qaydaları ilə məcburən qəbul etdirilən şərtiliklərlə barışmayan Giacometto bu hissləri doğuran necə heykəllər yaradırdı? Sanki bu heykəllər nəyə xatırladırdı? Sanki nəyə xatırladırdı? Bəli. Bilmədim müəllimə onu. Unutdum. Müəlliməmiz, bu hissləri doğulan, yəni ətraf aləmin onu qəbul etməməsi, məcburən qəbul etdirilən onu qəbul etməməsi yox, cümləni səhv qurdum, üzrlü sayın. Ətraf aləm onun qaydaları ilə məcburən qəbul etdirilən şərtiliklərlə barışmayan Giacometto bu hissləri doğuran, yəni emosiyaları özününkiləşdirərək çəksiz heykəltaraşlıq kompozisiyaları yaratmışdır. Yəni üç ölçülü reallıqdan daha çox kölgəni xatırladırdı. Kölgəni xatırladır. Şeydə müəllimə, üzrlü sayın sözünüzü kəsirəm. Bəli. Bir də müəllimə bu Giacometti ilə bağlı hansısa sınaqda tam yadımda deyil, düşmüşdü ki, nəyə görə bəs o belə karkas konstruksiyaların içərisinə salırdı əsərlərin? Çünki əsərlərin məxsusliyini vurğulamaqdan ötəri. Bəli. Bunu müəllimə mən diqqət eləməmişdim. Sonradan onu oxuyandan sonra gəldim bir də baxdım kitaba, gördüm orada ötürmüşük o hissəni. Bəli, müəllimə əsərlərinin məxsusliyini vurğulamaqdan ötəri. Təşəkkür edirəm. İndi kimin növbəsi idi? Sual vermişdim. Şərəbani müəlliməm cavablandırdı. Bəli. Nurlana müəlliməm, zəhmət olmasa mənə deyə bilərsiniz, ölümün dəhşətli tənhalığını əks etdirən əsərinin adı nə idi Giacometto'nun və bunu nə zaman yaratmışdır? Əl əsəri idi müəllimə. Sürrealizm üslubunda yaratmışdı onu. Bəli, Nurlana müəllimə. Xəyalə müəlliməm, İkinci Dünya müharibəsi illərində harada yaşamışdır və müharibədən sonra hansı növdə və janrlarda yeni tərzdə işləməyə başlamışdır? Cenevre'də yaşayır müəllimə. Portret rəngkarlığı, qrafika, heykəltaraşlıqda yeni üslubda işləməyə başlayır, yeni tərzdə işləyir. Bəli, Xəyalə müəlliməm, düzdür. Bəs Gültəkin müəlliməm, Alberto Giacometto öz heykəltaraşlıq təsvirlərinin necə tipini formalaşdırmışdı? Bunun tam çəkisiz tipini. Bəli, müəllim, yox, tam çəkisiz dedik, bayaq onu dedik, o yox. Yəni ki, müəlliməm, Üç ölçülü kölgəyə bənzəyən. yox, öz heykəltaraşlıq təsvirlərinin o da var. Yəni bu demək deyil ki, o deyil. Bəli, amma bayaq mən onu dedim ki, o nə zaman idi? Ətraf aləm və onun qaydaları ilə barışmayan Giacometto bu hissləri doğuran, yəni hissləri əks etdirən o hisslərin əsasında yaratmışdır. Amma ki, əsərlərin xüsusilə heykəllərin kövrək, uzadılmış, səthi öz ətrafında məkanı ovsunlayan fiqur tiplərini formalaşdırmışdır. Kəmalə müəlliməm, Mən bir dəqiqə sual verə bilərəm də. bəli. Bu əl əsəri surrealizm üslubundadır. Yox, ekspresionizm üslubundadır. Bəli, ekspresionizm. Surrealizmdir. Surrealizmdə də əslində surrealizmdə, yəni bu əsər surrealizm, kubizm üslubunda da, yəni həm surrealizm üslubuna da gedir bu əsər, ekspresionizmdə. Çünki müharibənin dəhşətli tənhalığına, yəni bilirik ki, ekspresionizmin xüsusiyyətləri bunlardır. Bəli, təşəkkür edirəm. Gültəkin müəlliməmdən sonra Kəmalə müəlliməm. Alberto Giacometto bilirik ki, yeganə heykəltaraşdır ki, heykəltaraşlıqda inqilab etmişdir. Bəs onun etdiyi inqilab nə olmuşdur? Onun etdiyi inqilab nə olmuşdur? Bir dənə inqilab edən sənətkar bu olmuşdur. Etdiyi inqilab nə olmuşdur? O deyəsən həcmi sadələşdirmişdi, fiqurları Bəli. tamamilə incəltdi, seyrək konstruksiyalardan
istifadə edirdi müəllimə. Bəli müəlliməm, düzdür. Kəmalə müəlliməm, bunu sizə sual verdim, düzdür. Sevinç müəlliməm, deyə bilərsiniz, doğulduğu yer, üslub texnikası, əsərlərinin mövzusu nə idi? Buyurun. Sevinç müəllimə bəlkə də dinləyici qismində qalacaqdır. Bayaq hansısa müəlliməmiz elə. Buyurun, yəni cavab gəlmədi. Bəlkə də müəlliməm dinləyici qismindədir. İndi Ləhə müəllimə bilirsinizsə deyə bilərsiniz. Doğulduğu yer, üslub texnika və əsərlərinin mövzusu Alberto Giacometto'nun. Ləhə müəlliməmdə səs yoxdur. Gülnarə müəlliməm cavablandıracaq. Doğulduğu yer İsveçrədir. Üslub texnikası, ekspresionizm, kubizm, formalizm, sürrealizm, heykəltaraşlıq, rəngkarlıq, qrafika, əsərlərin mövzusu da ki, natürmortdur, mənzərədir və də portretdir. Bəli müəlliməm, düzdür. Müəlliməm, bəs məşhur əsərləri hansıdır Gülnarə müəlliməmiz? Məşhur əsərləri deməli əyləşmiş qadın, işarə edən adam, sonra yeriyən 3 nəfər, sonra qıvrılmış adamcığaz, addımlayan adam, Düzdür. sonra yağışa düşmüş adam, elə adamlar daha çoxdur bunda. Elə adam, iki dənə də baş. Deməli, baş İki sözünü... dənə baş, baxan baş, iki dənə də baş var. Bəli, deməli, tala 9 figurla kompozisiya, qıvrılmış adamcığaz, qadın, baş, adam. Elə bunlarla Alberto Giacometto'da başın yanında nömrə varsa, baş nömrə 2 varsa, başı bu nam qabodur. Amma sadəcə baş varsa, baxan baş varsa, Alberto Giacometto'dur. Təşəkkür edirəm. Ülkər Cəfərova müəlliməm, hansı ölkənin pul əskinaslarının üzərində, yəni hansı pul əskinasının da üzərində bunu deyin, Alberto Giacometto'nun deməli portreti və hansı əsərinin şəkli vardı? Bəli, müəllimə, bu İsveçrənin pul əskinası 100 nominalı İsveçrə frankının üzərində idi. Bu öz avtoportreti ilə yeriyən adam idi. Giacometto'nun yəni avtoportreti idi müəllimə. Bəli, müəlliməm, düzdür. Təşəkkür edirəm. Dünya müəllimə, Alberto Giacometto fondu harada yaradılmışdır və onun hansı işlərindən ibarət kolleksiyaları burada yer almaqdaydı? Müəllimə, Alberto Giacometto fondunda 60 dənə iş qorunub saxlanılırdı. Müəlliməmiz 60 işindən ibarət idi, düzdür. Bəs burada məsələ ilkin avtoportretindən başlayaraq həyata keçirilməmiş layihəsinə kimi, yəni ki, New Yorkdakı Chase Manhattan bankının qarşısında Suriqdə məncə. Suriqdədir, düzdür, amma mən layihə olaraq, yəni ilk avtoportretindən başlayaraq həyata keçirilməmiş layihəsi, yəni New Yorkdakı Chase Manhattan bankının qarşısındakı heykəltaraşlıq kompozisiyasına qədər hamısı burada əks olunurdu. Təşəkkür edirəm Güntac müəlliməm. Alberto Giacometto'nun qardaşının adı nədir və o nə ustası idi? Bərabər hansı əsəri yaratmışdılar? Güntac müəlliməm. Bəli, müəllimə, buradayam. Bəli. Hə, müəllimə, onun qardaşı var idi. Onlar ikisi bir əsər yaratmışdılar. Desinlər, bəlkə bilən varsa xatırlayım. Yadıma düşür sadəcə. Güntac müəlliməm, bunu cavablandıracaq indi mənim növbə hansı? Elnarə müəlliməm cavablandıracaq. Onun qardaşının adı Diego idi. Birgə işlədiyi işdə Dəvəquşu və Dəvəquşu yumurtası adlı əsər idi. Bəli müəlliməm, düzdür, bəli. Və mebel dizayner, interyer dizayner layihəsi idi. O qardaşı da müəlliməmiz düz dediniz. Dəvəquşu və Dəvəquşu yumurtası. Bəs Namqabonun qardaşının adı nə idi Elnarə müəlliməm? Namqabonun Pevizner idi soyadları. Bəli, Antoine Pevizner. Antoine Pevizner Namqabonun qardaşı idi. Özünü ondan fərqləndirmək üçün deməli soyadını dəyişib Qabo təxəllüsünü götürmüşdür. Təşəkkür edirəm. Növbəti Şərabani müəlliməm. Siz mənə deyə bilərsiniz idmançı fiqurunun yapılması üçün karkas hansı ardıcıllıqla edilməlidir? Bəli, müəllimə. Demək, əvvəlcə karkas düzəldilirdi deyəsən. Bəli. Əvvəlcə qalın karton, məftildən fiqur üçün karkas düzəldilir. Sonra bəs? Sonra üzərinə plastilindən yaxud da gildən yaxmalar qoyulurdu. Daha sonra detalın üzəri hamarlaşdırılaraq formaya salınırdı. Bəli. Sonra karkasın üzərinə fiqurun hərəkətini göstərəcək şəkildə plastilin və yaxud gil qoyuruq. Sonra da barmaqlarımızla çox zərif silüeti düzəldərək digər detalları da birləşdiririk. Növbəti mənim Nurlana müəlliməm.
Deyə bilərsiniz Şaftallar və Armudlar əsərinin müəllifi. Nurlana müəllimə. Pol Sezon müəllimə. Ağlayan qadın əsərinin müəllifi tez olsun deyə hamısını bunun şəkilləri sizə verəcəm. Buyurun. Ağlayan. Cənub Tunis bağları. Pol Klee. Bəli. Sonra müəlliməmiz Kəşişən xətt əsəri. Vasili Kandinsky-dədir. Kral və Kraliça və baş nömrə. Bunlar kimindir? Hə, Kral Kraliça Henry Murdaydı, baş nömrə 2-də Namık. Bəli. Yaddaşın daimliyi bəs? Nurlana müəllimə, eşidirsiniz? Yaddaşın daimliyi. Müəllimə internet getirdi. Salvador Dali müəllimə. Bəli, düzdür. Mavi səmadan odru çarxa doğru. Juan Miro. Bəli, müəllimlər vaxt yoxdur deyə artıq cəld olmalıyıq. Ona görə bir neçə şəkil müəlliməmizə verdim. Növbəti müəlliməm, Xəyalə müəlliməm deyəcək ki, konstruktivizmin dünyada banisi, heykəltaraşlıqda, sonra Azərbaycanda kimlərin adından bağlıdır bir-bir deyin. Le Corbusier dünyada fransız memar. Azərbaycanda Mikhail Plinov. Bəli. Bəs heykəltaraşlar arasındakı? Heykəltaraşlar arasında yadıma düşmür. Müəlliməm Nam Qabo. Bilirik ki, konstruktivizm və kinetizmin əsasını qoyan sənətkar olmuşdur. Nam Qabo. Müəlliməmiz, Xəyalə müəllimə, bəs bu konstruktivizm üslubunun yaranmasının ilkin işarətləri neçənci əsrin sonlarında özünü göstərməyə başladı? 20-ci əsr. Bəli müəllimə, yox, 19-cu əsrin sonlarında konstruktivizm üslubunun yaranmasının ilkin işarətləri özünü göstərməyə başladı. Bəs Mikhail Söynev yaradıcılığı neçənci əsri əhatə edir? Xüsusən neçənci əsrin neçənci illəri konstruktivizm üslubundaydı? 20-ci əsrdən əhatə eləyir də 20-ci əsrin, bəli, 20-ci əsrdədir və xüsusən də 1929-1934-cü illərdəki fəaliyyətinin qısa dövrü konstruktivizmə əhatə edirdi. Müəlliməm, təşəkkür edirəm. Növbəti Gültəkin müəlliməm cavablandıracaq ki, konstruktivizm üslubunda memarlar... Bəli. Bəli. Buyurun. Ay müəllimə, mən dinləyici qismində qalacağam birazdan. Olar, qaydarım narahat dərsdə. Olar, narahat olmayın əlbəttə necə istəsəz. Gültəkin müəlliməm, konstruktivizm üslubundakı memarlar hansı yəni materialdan imtina edib də hansı materiala üst tutdular? Elə ki, daşdan, taxtadan imtina etdilər. Şüşə, beton, dəmir konstruksiyalar tətbiq etməyə başladılar. Bəli, daşdan, ağacdan imtina edərək şüşə, dəmir, beton konstruksiyalarından istifadə etdilər. Bəs Gültəkin müəlliməm, Mikhail Söynev yaradıcılığında ən vacib məqam nə idi? Ən vacib məqam onda milli elementlərin dərk edilməsi idi. Onda əsr yetişkin dövrü başlamışdı. Onu deyirsiniz. Yox müəlliməmiz, dünya memarlığının qabaqcıl və yeni meyllərindən imtina etmənin Azərbaycan memarlığına koloriti gətirməsi idi. Bəli, müəlliməm, təşəkkür edirəm. İndi isə Kəmalə müəlliməm, deyə bilərsiniz hansı memarlıq məktəbinin sintezindən yararlanaraq əzəmətli layihələr reallaşdırmışdır Mikhail Söynev? Şərq və Qərb memarlığından müəllimə. Bəli, bəs bu memarlıq məktəblərinin sintezlərindən əsaslanaraq, yəni hansı layihələrin adını çəkə bilərsiniz? Məsələn, Bakı Musiqi Akademiyasını çəkə bilərəm. Sonra Elmlər Akademiyasına, özü Politexniki bitirib, demə. Bəli, Mirzə Fətəli Axundavoduna Kitabxanada Elmlər Akademiyası, Musiqi Akademiyasıdır müəlliməmiz, düzdür. Sevinç müəlliməm yox idi xəttə, İlahə müəlliməm də səs gəlmədi. Gülnarə müəlliməm cavablandıracaq ki, harada təhsil almışdır və təhsil aldığı vaxtlarda da bilirik ki, bir çox layihələrini artıq reallaşdırmışdır və bu layihələrdə hansı xüsusiyyətlər vurğulanırdı? Həm bunları soruşuram Gülnarə müəllimə, hansı xüsusiyyətlərin vurğulandığını, həm də ki, Mikhail Hüseynovun tikililərinin dəyişməz atributlarını soruşuram. Hə, deməli, Səidə müəllimə, Politexnika İnstitutunda indiki adı deyəsən Texniki Universitetdir. Orada təhsil alıbdı. Özü Sadiq Dadaşovlarla birlikdə təhsil alıb və orada Sadiq Dadaşovla 1924-cü ildən 28-ci ilə qədər 4 il müddətində birgə elə bil ki, konstruksiyalar irəli sürübdü, yəni o da həyata keçibdi. Bir də bunun özgə nə soruşsunuz ay Səidə müəllimə? Bu tikililərdə deməli hansı xüsusiyyətlər vurğulanırdı? Bir də onun tikililərinin dəyişməz atributlarını soruşmuşdum sizdən. Hə, bundan millilik, milli
Müəllimə, bunu mən milli söz cavablandıracağam. olmalı. Yox, bu tikililərdə həndəsi lakonizmi, füqi şalquli xətlərin kəsişməsi, həcmli formaların, səthlərin, bütöv kütlənin, şüşəli səthlərin ziddiyyətləri vurğulanırdı və onun tikililərinin unutmursunuz müəllimlər, dəyişməz atributları, işlək dam örtükləri, Onları yüngül deyilsəydim talvarlar. mən də bilirəm. İşlək dam Yox, müəllimə, örtüklərində, yüngül bəli, talvarlar, buyurun. qaleriyalar, sonra artırmalar, günlüklər. Bax, bu bunun atributları idi. Bəli, Tamamdır. düzdür, bəli. Necə müəllimə? Səs sizə alsın hamı. Təşəkkür edirəm Gülnarəmə. Ülkər Cəfərovanı müəlliməm. Deyə bilərsiniz hansı hələ ali təhsil aldığı illərdə hansı klassik onun təxəyyülünü zəbt etmişdi, hansı klassikanın da irsini ətraflı öyrənirdi? Bəli, müəllimə. O hələ ali təhsil aldığı illərdə Avropa klassikası onun təxəyyülünü zəbt eləmişdi. O da həm də memarlıqda Rus klassisinin irsini ətraflı öyrənirdi. Yəni bu o demək ki, tələbə olarkən belə onun konstruktiv üslubunda bir çox layihələri həyata keçmişdi müəllimə. Bəli, müəlliməm, düzdür. Təşəkkür edirəm. Dünya müəllimə, deyə bilərsiniz hansı heykəltaraşın heykəllərinin memarlıq işlərini yerinə yetirmişdir və hansı heykəllərin? Dünya müəllimə, bəli. Hansı heykəltaraşın? Müəllimə bilmədim. Cavablandıracaq Güntac müəlliməm. Necə müəllimə, bir də zəhmət olmasa sual. Hansı heykəltaraşın Bəli, hansı işlərini? heykəltaraşın heykəllərinin memarlıq işlərini yerinə yetirmişdir Mikail Hüseynov və hansı heykəlləri olduğunda deyin zəhmət olmasa. Heykəltaraşın memarlıq işlərini. Yadıma düşmədi, amma Bəli, dedi ki, Mikail Hüseynov Fuad Əbdürrəhmanovun heykəllərinin memarlıq işlərini yerinə yetirmişdir və xüsusən hansı heykəlləri? Azad Qadın, sonra hansıydı? Mehdi Hüseynzadə. Mehdi Hüseynzadə, hə, mən Azad Qadın, Bəli. Mehdi Hüseynzadə. Sonra Bir Səməd də var Vurğun. idi. Səməd Vurğun. Səməd Vurğun, sonra Bəli, Azad Qadın, bəli. Müəlliməmiz. Təşəkkür edirəm Gültac müəlliməm. Elnarə müəlliməm, deyə bilərsiniz, bu Mikail Hüseynov yeni tərzdə əsərlər yaratmaqla yanaşı hansı üslublara toxunurdu yaradıcılığında? Milli üslublara toxunurdu müəllimə. Bəli, Azərbaycan milli üslublarına və bayaq Gülnarə müəlliməm dedi 24-cü ildə Şirvanşahlar Saray kompleksinin ölçülərinin dəqiqləşməsi işlərini yerinə yetirmişdir və bunu da Sadıq bəy miniatürçü rəssamları izah edəndə unutmuşam. Bunların yəni heç üslubu uyğun belə deyir. Sadıq bəy Əfşarla Dadaşovun soyadını qarışdırıb izah belə demişəm. Əziyyət də çəkmişdim. Vaxtım da yox idi deyə yeni izah çəkmədim. Yəni orada da vurğuladım. İndi yadıma düşdü. Deməli Sadıq Dadaşovla bərabər 4 il ərzində yerinə yetirmişlər. Bəs Elnarə müəllimə, ənənəvi üslubda olan layihəsi hansı idi və bu müsabiqədə də bilir ki, neçənci ildə qalib gəlmişdir? 1926-cı ildə Nizami Gəncəvinin qəbrüstü abidəsinin qalibi sayılırdı. Bəli, Elnarə müəlliməm düzdür. Nurlana müəllimə, zəhmət olmasa mənim Nurlana müəlliməm o tikililərinin, məşhur tikililərin adlarını sadalasın. Bəli, müəllimə. Texnikasını da deyin, harada doğuldu. Bəli, deyin. Hə, bəli. Bakıdan olmuşdu. Üslub və texnikası memarlıq konstruktivizm idi. Məşhur əsərləri Politexnik İnstitutu idi, Bayıl fabrik mətbəxi idi. Sonra onlar tam adında hamısı yadımda qalmayıb da. Yəni yadımda qalan 2-3 dənə. Onsuz da heç kimin hamısı yadında qala bilmir ümumiyyətlə. Yəni xatırlatmaq kimi. Fəaliyyətinin nə bilim nəsə söz var idi. Sonra Politexnik İnstitutu, sonra Tibb Elmlər Universitetinin yataqxanası idi. Bunlar mənim. Hamısı yadımda qalmışdı. Yəni 2-3 dənəsi yadımda qalmışdı. Bəli, müəlliməmiz dedi ki, Azərbaycanın Moskvadakı Ümumi İttifaq Kənd Təsərrüfatı Nailiyyətlərinin sərgisində Azərbaycan pavilyonu, Azərbaycan Texniki Universiteti həm bilirsiniz, bu da çox təəssüflər olsun ki, bir dənə Texniki Universitetdə 9-cu sinifdə vurğulanır ki, bunu ikisi bərabər yerinə yetirmişdir Sadıq Dadaşovla, amma 8-ci sinifdə bütün layihələrdə vurğulanır ki, Sadıq Dadaşovda ikisi bərabər yerinə yetirmişdir bütün tikilləri. Hə, müəlliməmiz, təşəkkür edirəm. Dedik üslub texnika, memarlıq, konstruktivizm idi. Xəyalə müəlliməm. Deyə bilərsiniz, Bakı neçənci illərdə Cənubi Qafqazın ən mühüm sənaye və intellektual mərkəzi idi?
1920-1930-cu illərdə. Bəli. Bəs Xəyalə müəlliməm, hansı dedik Şərq və Qərb memarlıq məktəbinin sintezlərindən bəhrələnərək bir çox layihələr reallaşdırmışdır. Bəs hansı forma və motivləri də tətbiq etmişdir bəzi əsərlərində? Yeniliyi də belə başa düşür. Müəllimə, Loru dildə yeniliyi necə qəbul edirdi, həm də yox. milli atributları saxlayırdı. Elə O düzdür, amma ki motiv olaraq şərq forma və motivini tətbiq etmişdir və bu tətbiq etdiyi tikililər, bu hansı tikililərin adını çəkə bilərsiniz bu tətbiqlər, yəni olan tikililər? Azərbaycan pavilyonudur, Nizami metrosudur, Nizami Gəncəvi adına ədəbiyyat muzeyidir. Bəli. Moskvada Ümumi İttifaq Kənd Təsərrüfat Nailiyyətlər sərgisində Azərbaycan pavilyonu. Müəllimlər səsi bağlayın, biraz səssizlik. Sonra Nizami stansiyası, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyidir. Bəli, təşəkkür edirəm Xəyalə müəlliməmiz. Növbəti Gültəkin müəlliməm deyəcək ki, dedi ki, bayaq soruşdu, konstruktizmin banisi dünyada 20-ci əsrin şöhrətli, yəni sənətkar Le Corbusier'dir. Bəs 5 prinsipi demirəm, onun memarlıqda etdiyi yenilik nə olmuşdur Le Corbusier'in? Müəllimə, binanın konstruktiv bəzəyindən, konstruktiv quruluşdan bəzək kimi istifadə eləmişdi. Bəli, yenilik edərək binanın konstruktiv hissədən fasada gözəllik verən element kimi istifadə etmişdir. İndi zəhmət olmasa mənə 5 dənə prinsipi sadalayın. Müəllimə, düz terasdam idi, dayaqlar üzərində tikili idi, sonra zolaqvari pəncərələr. İndi bunu cavablandıracaq növbəti. Düz terasdam. Bəli, Kəmalə müəlliməm, siz davam edin ardından zəhmət olmasa. Bəli müəllimə. Fəsadın sərbəst kompozisiyaları idi. Bir də zolaqvari pəncərələr idi. Sütunlar üzərində dayanan tikili idi. Bəli, daxilində sərbəst planlaşdırma idi. Bir də düz terraslar idi. Bəli, düzdür. Amma ardıcıl olaraq səs qeydinə görə bir dəfə də sayıram ki, deməli, dedik ki, sütunlar üzərində dayanan tikili, fasadın sərbəst kompozisiyası, zolaqvari pəncərələr, konstruksiya daxilində sərbəst planlaşdırma, bir də düz tərəs tam. 5-i də əzbəri bilinməlidir. Bir də etdiyi yenilik, memarlıqda yenilik edib binanın konstruktiv hissədən fasada gözəllik verən element kimi istifadə edib. Kəmalə müəllimə, yaradıcılığına neçə dənə layihəsi daxildir və bunun hamısını da reallaşdırmışdır? 200-dən artıq layihəsi var idi müəllimə. Bir də Bəli, hamısını reallaşdırmışdır. Təşəkkür edirəm Kəmalə müəllimə. Sevinç müəllimə də yox, İlahə müəllimə. Kim? İlahə müəllimə, Sevinç müəllimə burdasınızsa və sual-cavabda iştirak etmək istəyirsiniz? Bəli, müəllimə, bugün iştirak eləmək dinlədiyi kimi qoşuldum. Tam da fikirlərimi çatdıra bilmədim. Yəqin ki, biraz narahat olmayın müəllimə, ilk işdi deyə belə həyəcanlandınız. Hətta müəllimə sual verəndə yadıma düşür. Bəli. Amma mən sınıfda çatanda düşmür yadıma. Eybi yox, gələn dəfə artıq öyrəşmiş olacaqsınız, narahat olmayın belə şeyə. İnşallah yaxşı olacaq müəlliməmiz. Gülnarə müəlliməm cavablandırsın bu zaman. Müəlliməm, deyə bilərsiniz Abşeron məktəbinin banisi kim idi? Abşeron məktəbinin banisi Mircavad Mirzavadovdur. Nümayəndəsi Rasim Babayevdir. Əgər motiv sözü Abşeron motiv deyirlərsə də Fərhad Xəlilovdur. Əla, çox gözəl. Bəli, müəlliməmiz düzdür. Bəs Mircavad Mirzavadov Azərbaycan incəsənətinə hansı yeniliyi gətirmişdir? Deməli, qiyamçıdır, eksperimentatordur, nonkonformistdir, novatordur. Yəni bunlar Mircavad Mirzavadova aid olan, yəni əsərlərinə aid olan təsir göstərir. Bəli, Gülnarə müəlliməm. Ülkər Cəfərova müəlliməm. Mircavad Mirzavadovun əsərlərinin qəbul edilmə şərti necə idi və bir də nonkonformizm üslubunun xüsusiyyəti nə idi? Bəli, müəllimə. Mircavad Mirzavadov yəni ki, ya qəbul edilirdi, ya da edilmirdi də. Nonkonformizm, qiyamçı, eksperimentator. Sonra o nonkonformizm, yox, konformizm oxşar, yəni qeyri-oxşar, hamı tərəfindən qəbul edilmiş qaydaların inkar edilməsi idi müəllimə. Yəni onu ya təsvir sənət sahəsində ya qəbul edirdilər, ya da etmirdilər. Qeyri-şərtsiz ya qəbul, ya da rədd edirdilər. Bəli, müəlliməm, düzdür.
Bəli, dedi ki, belə, indi isə növbəti bir Ülkər müəllimə vardı qrupda. Bayaq mənim sualıma cavab verirdi. Heç unutmuşam ki, o müəllimə Təxminə müəllimənin elə bilirəm başqa Ülkər müəllimədir. Üzrlü sayın Ülkər müəllimə. Əgər burdasınızsa deyin, sizi yenidən qeyd edim. İndi yadıma düşür ki, 3-4 gün əvvəldir ki, sizi qrupa əlavə etmişdim. Hə, Təxminə müəllimənin qrup yoldaşı sizi də əlavə edirəm. Burdasınız? Səs gəlmədi, sizdə bağlıdır Ülkər müəllimə. Əgər istəyirsinizsə suala cavab vermək, buyurun, qeyd edim sizi. Müəllimə, mən buradayam. Hə, siz buradasınız, bəli, onda heç. Müəlliməmiz, artıq sizə sual verdim, indi təşəkkür edirəm. Dünya müəlliməm cavablandıracaq ki, bilirik ki, tələbəlik illərində sənətlə bağlı, yəni tədris sistemi Mircavadı qane etmirdi. Nəyə görə qane etmirdi? Müəllimə, bilmirəm da Allah. Allah haqqı bilmirəm. Həmişə bu nəyə görələri də yadda saxlayın. Çünki Paul Gauguin'də Onlar, məsəl üçün, anadan olan siz soruşursunuz. Onları mən heç oxumamışam, məsəl üçün. Amma indi siz dedikcə mən xatırlayıram. Bəli, müəlliməm, ən vacib olan... Mən hazır olacağam. Bəli, ən vacib olan bilirsiniz nədir? Doğulduğu yeri bilin, bu ayrı. İnanmıram, doğulduğu yer mütləq şəkildə bir, yəni müsahibədə bizdən soruşsa ki, bu rəssam harada doğulmuşdur? Bunu bilməsək, yəni bizim üçün bir nöqsandır. Yəni üslub texnika mütləq bilinməlidir. Yəni əsərlərin mövzusu da bilinsə də bilinmək daha yaxşıdır. Amma üslub texnika daha çox düşür. Bir də məşhur əsərləri də mütləq bilinməlidir. Dedim ki, mən sizə dedim ki... Müsahibədə onu soruşurlar. Yox, müsahibədə yox, imtahanda düşür. Üslub texnika, bir də əsərlər. Müəlliməm, deməli, amma məsələ, müsahibədə verilib ki, Şuşa rəssamları hansılardır? Yəni, bunu gərək siz rəssamların harada olduğunu biləsiniz ki, onda Şuşa rəssamını tanıyasınız. Məsələn, Şuşa rəssamı Usta Qəmbər Qarabağı, bir də Mir Mövsüm Nəvvab idi. Müəlliməm, indi isə... Mən olar bilirəm. Bəli. Şəhərdə mən olar bilirəm, Nəvvabla Qarabağı bilirəm. Sadəcə 9-da biraz çətinlik çəkirəm, onu da öyrənəcəm Allah qoysa. İnşallah müəlliməm, inşallah siz o qabiliyyətəsiniz, bəli. Mən belə şeylərdən utanan deyiləm. Bunu müəlliməm, yəni elə utanmaq burada şərt deyil. Yəni əksəriyyət müəllim deyərəm ki, bəlkə də kitaba baxıb cavab verir. Yəni əksinə daha hamı bilir də, yəni nöqtəsinə vergülünə qədər şagirdə keçilməyib də. Bu yeni sertifikasiya çıxıb, hamı yavaş-yavaş öyrənir. Burada nə var ki, yəni burada utanılacaq bir şey yoxdur. Yəni ona görə narahat olmağa dəyməz və üzərimizdə sadəcə çalışmalıyıq dayanmadan. Bizim növbəti, Dünya müəlliməm, sizə dedim ki, tələbəlik illərində sənət tədris sistemi bunu qane etmirdi. Nəyə görə idi? Ona görə ki, yəni Sovet İttifaqındakı bədii təhsilin mühüm hissəsini təşkil edən sosializmin, realizmin ehkamları Mircavada yad idi deyə onu qane etmirdi. Güntac müəlliməm deyəcək ki, kimin əsərlərini Ermitajda görmək arzusundaydı və Sovet dövründə də hansı cərəyanda olan əsərlər qadağan edilmişdi. Müəllimə, kimin əsərlərini görmək istəyirdi? Kimin əsərlərini Ermitajda görmək arzusundaydı Mircavadov? Hə. Müəllimə, yadımdan çıxıb, amma ki, bilirəm. Müəllimə, əgər yaddan çıxıbsa da, ümumiyyətlə Mircavadovla bağlı nə bilirsiniz? Onun əvəzindən onu deyin. Mircavadovla bağlı. Mircavadın sevimli rəssamları kimlərdir, bunu deyin. Belə müəllimə, məndə vəziyyət necədir? Belə testlə, sırf testlə tapıram hamısını. Elə çox müəllimələrimiz elədir. Tək siz elə deyilsiniz. Əksəriyyət müəllimə elə deyir ki, gözüm görən kimi tapıram testdə. Yəni, əsas da budur, narahat olmayın. Onsuz da ki, yavaş-yavaş öyrənirik müəlliməmiz. Əsas odur, testdə tapırsınız və imtahanda da test mərhələsində olacaqsınız. Bəli, təşəkkür ederim. Testlə yaxşı işləyirəm, belə variant olub. Əlbəttə, maşallah dediniz, yaxşı da bal toplamısınız keçənli. Bugün qoşulmusunuz mənə də. İnşallah bu ildə yaxşı bal toplayacaqsınız. Yəni, ümid edirəm. Allah sizdən də razı olsun. Elnarə müəlliməm, siz deyin, kimin əsərlərini yəni, Ermitajda görmək arzusundaydı və Sovet dönəmində hansı cərəyanda olan əsərlər qadağan edilmişdir? Sezanın əsərlərini görmək arzusunda idi. İmpressionizm və postimpressionizm cərəyanını qadağan eləmişdilər. Bəli, müəlliməm, düzdür. Və sənətə vurğunluğu onun bu hansı peşədə işləməyə, Ermitajda hansı peşədə işləməsinə səbəb olmuşdur?
fəhlə işləməsinə səbəb olmuşdu. Orada da Rembrandt'ın, Greco'nun əsərlərinə elə bil ki, çox şey öyrənmişdi, sürətlərini çıxartmışdı. Sezondan Van Gogh da onun üçün bir məktəb olmuşdu. Bəli, müəlliməm, düzdür. Baxın müəllimlər, diqqətlə yadda, həmişə buranı müəllimlər ən çox qarışdırır. El Greco, Rembrandt'ın əsərlərindən çox şey öyrənib, surətini çıxardıb, orijinallarını da tədqiq edib. Amma Sezam və Van Gogh'un qadağan edilmiş əsərləri onun üçün əsl məktəb olmuşdur. Əsl məktəb olan Van Gogh, Sezam. Sevimli rəssam Pablo Picasso, Salvador Dali çox şeir öyrənib, surətini çıxardıb, orijinallarını da tədqiq etdiyi oldu. El Greco, Rembrandt. Enara müəlliməm, təşəkkür edirəm. Nurlana müəlliməm. Deyə bilərsiniz, hansı muzeydəki kolleksiyalarla tanışlığı onda Afrika incəsənətinə, Okeaniya, İndoneziya, Yaxın Şərq xalqlarının incəsənətinə yaxından öyrənməsinə səbəb olmuşdur? Antropologiya bir də etnografiya muzeyləri idi. Bəli, müəlliməm. Bəs neçənci ilədək Leninqradda yaşadıqdan sonra Bakıya qayıdıb yaradıcılıqla məşğul olub və bu həyat tərzi neçə il çəkmişdir? 1954-cü il idi, 10 il çəkmişdi. Bəli, müəlliməm, 10 ildir çəkmişdir. Təşəkkürlər Xəyalə müəlliməm. Buradasınızsa deyə bilərsiniz, rəssam öz təcrübələrində hansı ənənəvi olmayan materiallardan istifadə edirdi? Daş, qum, bitum, siment. Bəli, yəni bu asfalta dair materiallar bir növ adı çəkilirmi, mütləq Mirzavadov yada düşür. Bu sayağı bir dənə də bu sayağı, konkret bunlarla eyni yox. Bu sayağı materiallar bir dənə də xarici rəssamda, rəngkarda var idi. O kim idi? Məsələ o da müəlliməmiz qum idi, daş idi, sumbata kağızı idi. Bu kimi materiallarla işləmişdi. Bəs bu kim idi? Xarici idi. Hə. Buyurun zəhmət olmasa. Müəlliməm, deməli Juan Miro qum idi, daş idi, sumbata kağızı idi, viş idi. Bu kimi əl altında olan materiallarla təcrübələr başlamışdır. Amma ki, bu rəssamımız isə qatrandı, sementdi, bitumdu, daşdı, qumdu, metaldı, yəni oxşar materiallardı bir sözlə Mirzavadov olmuşdur. Təşəkkürlər Xəyalə müəlliməm. Bəs deyə bilərsiniz, Mirzavadovun erkən rəngkarlıq əsəri hansı idi və burada nə təsvir olunmuşdur? Yırtıcı, müəllimə üzrü sayın uşağa görə cavab verə bilmədim. Siz qeyd edirsiniz. Yırtıcı əsəri. Bəs bu yırtıcı əsərində nə təsvir olunmuşdur müəllimə? Deməli, ayaqları yuxarıda qoyun, onun başının üzərində bət-heybətlər var idi də, dişləri ağardılmış. Bəli, düzdür. Bəli, düzdür. Müəlliməmiz deməli ayaqları bağlı, arxası üstə yıxılmış qoyun idi və sanki burada dişini ağardan torpa sayağı gövdəsi olan məxluq təsvir edilmişdir. Və bu nəyə, yəni burada nə görsənirdi aydın şəkildə bu əsər vasitəsilə nə ifadə etmişdir? Yəni bu etirazını Bəli. Bəli, təsvir etdiyi cəmiyyətə, onu əhatə edən mühitə kinayəli yanaşdığının yəni nümunəsi idi bu əsər. Kütəkin müəlliməm deyəcək ki, onun qrafik əsərlərinə məxsus xüsusiyyətlər nələrdir və hansı texnikalarla icra olunmuşdur və qrafik əsərlərində nəyi müşahidə etmək olardı və qrafik əsərinin də adını deyərsiniz. Müəlliməm, qüvvə, enerji, miqyas tamaşaçını orada heyrətləndirirdi. Bura kişi rəsmə aid idi. Bu həm qrafika ilə işləmişdi, həm də biraz da tujdan istifadə olunmuşdu. Həm karandaşla, həm də tujdan istifadə olunmuşdu. Həmin bu qrafik əsərlərində isə əksərən insan başı bədəndən də böyük olur da, yəni olmur, dəyişik olur. Müəlliməmiz, burada bəli, yox, başı bədəni elə deyil. O insanın bədənində baş verən dəyişiklikləri müşahidə etmək olurdu. İnsanın bədənində baş verən dəyişiklikləri müşahidə etmək olurdu və qrafik əsərlərinə xas cəhəti yemeğini soruşsa, qüvvə, enerji, miqyas bu qrafik əsərlərinə xas xüsusiyyəti idi. Müəlliməm, təşəkkür edirəm. Növbəti Dünya müəlliməm deyəcək ki, onu... Müəllimə. Bəli. Müəllimə, sual verməmişdiniz siz. Gültəkin dedi. Ay müəlliməm, üzürlü sayın. Dünya müəllimə deyəcəkdim. Baş gedib, o qədər danışıram ki, üzürlü sayın. Bəli, Dünya müəlliməm desin ki mənə. Deməli, siz o əsərləri dediniz ki, bilmişsiniz başqa. Müəllimə, sevimli rəssamları kimlər idi və Ümid İşığı əsərini də kimə həsr etmişdir? Müəllimə, Pablo Picasso ilə, mən deyirəm. Bəli, Dünya müəlliməm deyəcək.
Aha. Deməli müəllimə, onun sevimli rəssamları Pablo Picasso idi, bir də Salvador Dali idi. Bir də Azərbaycan rəssamlarından da Mircavad. Yox, Mirzavadovun, bəli dedi, yəni Mirzavadovun sevimli rəssamları Salvador Dali, Mirzavad idi. Biz müəlliməm, mən sizə dedim ki, bu Ümid İşığı əsərini hansı sənətkara həsr etmişdir? Salvadora. Müəllimə Salvador Dali'yə, onu bilirəm. Bəli, müəlliməm. Salvador Dali. Düzdür, təşəkkür. Elnarə müəlliməm, onun əsərlərində hansı mifologiyada, hansı məfhum əsərlərində görmək olurdu? Necə formada, yəni sabit obraz hansı idi? Sabit obraz qadın obrazı idi, amma əsərlərində əksərən divləri təsvir edirdi. Bu da xeyirxah idi, qəddar idi, cəsur olurdu. Qadında da eyni xüsusiyyətlər var idi bir növ. Burada da xeyirxah, qəddar, gözəl, sonra zəhmətkeş idi qadınların. Bəli müəlliməm, bəli, düzdür müəlliməmiz. Növbəti müəllimlər, səs sizə çox xahiş edirəm. İndi bunu növbəti müəlliməmin, Nurlana müəlliməm deyəcək ki, bu o hansı rəssam idi ki, rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışırdı. Bu da əzbər bilinməlidir bütün müəllimlər. Rəng və forma arasındakı təzadı aradan qaldırmağa çalışırdı. Bu kimdir? Mirzavadov. Bəli. Bəs mücərrətlik və rəng hansı rəssamı hər şeydən daha çox maraqlandırırdı? O Paul Klee idi. Əla. Deməli, rəng və təzadı aradan qaldırmağa çalışan Mircavad, amma mücərrətlik və rəng rəssamı hər şeydən daha çox maraqlandıran Paul Klee. Bəli, müəlliməm, neçənci illər nəslinin çoxu Mircavadın yaradıcılığının təsiri altında formalaşdı və rəssamın sənəti neçənci ildə tanındı? 70-ci illəri idi müəllimə. 70-ci illəridir. Bir dənə düzgün deyək, 70-ci illərin müəllimlər səhv başa düşməsin. 70-ci illər nəslinin çoxu Mircavadın yaradıcılığının təsiri altında formalaşmışdır. Bəs rəssamın sənəti neçənci ildə tanındı? O müəllimə 1987. Bəli, 87-ci ildə yalnız tanındı. Düzdür. Bəli. Müəlliməm, dediniz, bunları da dediniz. Nəhayət ki, 12-ci, sonuncu mövzumuza çatırıq. Təşəkkür edirəm. İndi isə Nurlana müəllimə, Xəyalə müəlliməm deyəcək ki, Ömər Eldarov yaradıcılığını müşayiət edən əsas səbəblər hansı idi? İradə, zəriflik, improvizasiya, dərinlik var idi, duymaq hissi. Bəli müəlliməm, düzdür, dərinlik duymaq bacarığı idi. Başqa hansını əlavə edə bilərsiniz? Başqa? Bir də var idi. Lirik və qəhrəmanlıq mövzusu. Lirik və bu xüsusiyyətlər heç bir rəssamda yox idi müəlliməm. Bəli, iradə, zəriflik, improvizasiya, kamillik, dərinlik duymaq bacarığı Ömər Eldarov, lirik qəhrəmanlıq mövzusu Ömər Eldarov yaradıcılığındaydı. Bəs müəlliməm, hansı heykəltaraşın əsərləri forma, plastikliyi və milli koloritinlə seçilirdi? Xəyalə müəllimə, sizin növbədə də. Buyurun. Bəli. Forma, plastikliyi, milli koloritinlə seçilən heykəltaraş əsərləri bu xüsusiyyət. Zeynalov. Bəli, İbrahim Zeynalov müəlliməm, düzdür. Müəlliməm, bəs obrazların ciddi dəqiq işlənilməsi, uğurlu bitkin kompozitsiya biçimi, həndəsi kəsişmələrin estetik tutumu, plastika dolğunluğu, surətlərin mənəvi daxili aləmini bacarmaq bu kimi idi? Fuad Əbdürrəhmanov. Bəli, müəlliməm, Fuad Əbdürrəhmanovdur. Düzdür. Müəlliməm, zəhmət olmasa mənə Fuad Əbdürrəhmanovun üslub texnikasını deyin. Monumental idi Fuad Əbdürrəhmanovda. Heykəltaraşlıq. Monumental əlavə nələrin adını çəkə bilərsiniz? Relyef var idi, dəzgah heykəltaraşlığı var idi. Bəli, müəlliməm, bəs Ömər Eldarovun da üslub texnikasını deyin. Ömər Eldarovda heykəltaraşlıq idi ancaq. Bəli, sadəcə heykəltaraşlıq. Bəs o hansı heykəltaraşlıq? Müəlliməm, təşəkkür edirəm. İndi Gültəkin müəllimə ilə sizdə uşaq narahatdır. Davam edirik. Gültəkin müəlliməm. Eşidirsiniz məni Gültəkin müəlliməm? Bəli, müəlliməm. O hansı heykəltaraşdır ki, müəlliməm? Deməli, üslub texnikasında rəngkarlıq və qrafika vardı. Alberto. Müəlliməm, Azərbaycan rəssamlarına söhbət gedir. Alberto Giacometto'da ekspresyonizmdə, yəni heç əlaqəsi belə yoxdur bunlarla. Alberto Giacometto'da rəngkarlıq, qrafika yoxdur üslub texnikasında. Yox, müəlliməm, mən də heykəltaraşlıq qrafikanı soruşdum. Sadəcə heykəltaraşlıq və qrafikanı soruşdum. Həmən Fazildə.
Bəli, müəlliməm, Fazil Nəcəfovdadır, düz dediniz. Müəllimə, bəs monumentalizm sözü, monumental bilirik ayrıdır, monumentalizm ayrıdır tamamilə. Şeydə mən Tokayda. Monumental böyük heykəllərin aid olduğu qrupdur. Əzəmətli, möhtəşəm deməkdir. Bu Fuad Əbdürrəhmanovun üslub texnikasındadır. Bəs monumentalizm bilirik ki, heykəltaraşlıqda bir üslubdur. Sanki bir cərəyandır müəllimlər. Bunu qarışdırmırıq monumentalizmi. Hansındaydı? Hansı sənətkarların üslub texnikasında monumentalizm vardı? Bir də ki, Mirəlidə deyəsən, Mirəli Mirqasımovdaydı, monumentalizm, bir də Tokay Məmmədovdaydı müəllimə. Deməli, bəs mənə deyə bilərsiniz, başqa nə vardı Mirəli Mirqasımovun üslub texnikasında? Müəllimə Mirəli yonma, tökmə, Bəli. dəzgah, demontalizm. Bəli, müəlliməmiz, yonma, tökmə, heykəltaraşlıq, monumentalizm bunlar idi. Onun üslub texnikası idi. Bəs Tokay Məmmədovda? Tokay Məmmədovda müəllimə, deməli, monumentalizm, relief, dəzgah. Bəli, müəlliməm, düzdür. Belə aydınlaşdırdıq ki, bu heykəltaraşlarımızın üslub texnikası da bunlar idi. Bəli. Bir dənə üslub texnika yox idi Cəlal Qaryağdıda. Cəlal Qaryağdıda da belə idi ki, müəllimlər əsərlərini əmək və döyüş qəhrəmanlığına həsr etmiş sənətkar idi. Məsələn, Həzi Aslanovun portretini yaratmışdı. General Həzi Aslanov Lənkəranda ucalmışdır. General Həzi Aslanovu yaratmışdır bir də ki, Fuad Əbdürrəhmanov. Amma Lənkərandaşından söhbət getsə, Cəlal Qaryağdı yadımıza düşməlidir. Sonra müəlliməm, təşəkkür edirəm Gültəkin müəlliməm. Buradaca dedim aydınlaşdıraq ki, bu heykəltaraşlardan çətinlik çəkməyəsiniz deyə. Kəmalə müəlliməmin növbəsidir və mənim müəlliməm deyəcək ki, o hansı obrazı yaradıcı düşüncəyə daldığı anda təsvir etmişdir? Hansı dahi, yəni Ömər Eldarov, şairi Natavanı bir neçə dəfə müraciət etmişdim. Müəlliməm, bəli, onu bir neçə dəfə etmişdir, amma ki, yaradıcı düşüncəyə daldığı vəziyyətdə çəkdiyi Ömər Eldarov Hüseyn Cavidi yaratmışdır. Bəs Hüseyn Cavid əsərində material nədən idi? Müəllimə, üzr istəyirəm müəllimə, mən çıxa bilərəm. Bəli, çıxa bilərsiniz, biz də çıxırıq, sonuncu mövzudur. Tunçdan qranitdən istifadə etmişdir. Bəli, müəlliməm, Tunçdan qranitdən istifadə etmişdir və burada Cavidin pyeslərinin ideyasını ön plana çəkmişdir. Şairi yaradıcı mənəvi düşüncəyə daldığı anda təsvir etmişdir müəlliməm. Kəmalə müəlliməm, dediniz, Natavan obrazını da dedik ki, ampir üslubda işləmişdir. Bir neçə dəfə müraciət etmişdir. Bəli, sual düşsə ki, incə zövqün ən yüksək təzahürün nümunəsi hansı heykəl idi? Bu Natavan idi. 1960-cı ildə bəli Tunçdan düzəldilmiş. Bəli, müəlliməm, düzdür. Növbəti müəlliməm, Sevinci müəlliməm yox, Gülnarə müəlliməm. Bəs fəlsəfi romantik yanaşdığı heykəlin adı nə idi? Bunu neçə dəfə hansı materialdan yaratdı, harada ucaltdı? Yəni, buyurun. 2 dəfə ağacdan müraciət edib, bir dəfə Tuncda yaradıb Səttar Bəhluzadənin qəbrüstü abidəsidir. O da ki, Əməkli kəndidir. Yox, səsi bağlayın, xahiş edirəm, müəlliməm düz deyir. Gülnarə müəlliməm düz deyir. Fəlsəfi romantik yanaşdığı əsər Səttar Bəhluzadədir. Buyurun, bəli. Hə, elə bil 2 dəfə dedi ki, ağacdan, yəni ağaca müraciət edib, bir dəfə də Tuncdan yaradıb. Onun qəbrüstü abidəsi də Əmircan kəndində də yəni dəfn olunub da Səttar Bəhluzadə. Bəli, və bu heykəldə də məkan, plan, dinamika, yəni bir-birini çox gözəl şəkildə də tamamlardı. Gülnarə müəlliməm, deyə bilərsiniz, deməli, yox, başqa müəllimlərin növbəti. Hə, deyin də, doğulduğu yer, üslub texnika, əsərlərin mövzusu, məşhur əsərləri. Hə, doğulduğu yer, yəni Ömər Eldarovu deyirsiniz də, Bəli, yəqin ki. Ömər Eldarovu deyirəm. Hə, Dağıstanda, yəni Rusiyada doğulubdur. Sonra üslub texnikasında təkcə heykəltaraşlıq var. Ondan sonra məşhur əsərləri də çoxdur. Yəni Heydər Əliyevin qəbrüstü abidəsi, Zərifə Əliyeva. Sonra Məhəmməd Füzuliyə Tokay Məmmədovla birlikdə müraciət edibdir. Sonra İbn Sina insan doğramacı, sonra Eliyə xatirə abidəsi var. Sonra nə var? Bircə dəqiqə Vaqif Mustafazadə. Bəli, məsələ Sonra fikir Səttar Bəhluzadənin özü. Üzr istəyirəm, sözünüzü kəsirəm. Fikrət Əmirov əsərini Ömər Eldarovda yaratmışdır. Bəs başqa kim yaratmışdır? Hə, Cəlal Qaryağdı. Bəli, Cəlal müəlliməmiz Cəlal Qaryağdı Nəriman Nərimovun heykəlini yaratmışdır. Bəs başqa kim yaratmışdır? Nəriman Nərimanovun Kimlər yaratmışdır? Daha doğrusu Nəriman Nərimanov əsərini başqa kimlər yaratmışdır?
Müəlliməm İbrahim Hə, Zeynalov və Toğay Məmmədov da Nəriman Nərimanov əsəri yaratmışdı. Ayrı-ayrılıqda, hər biri ayrı-ayrılıqda. Müəlliməm, Məsələn, Ömər Eldarov Niyazini də bu da yaradıb. Bu amma portretini də Böyük Ağa Mirzəzadə çəkibdi. Sonra Üzeyir Hacıyeva Ömər Eldarov da müraciət eləyib, amma Toğay Məmmədov da müraciət müəlliməm, eləyib. düzdür, bəli. Hə, təşəkkür edirəm Gülnarə müəlliməm, Ülkər Cəfərova müəlliməm. Deyə bilərsiniz, onun hansı əsəri idi ki, bayaq müəlliməmin biri qarışdırdı. Fəlsəfi romantik olan Səttar Bəhluzadədir. Bəs fəlsəfi və etik problemləri həll edən əsəri hansı idi və burada nə təsvir etmişdir? Bu zamanın 4 anıdır və yaxud zamanın 4 rəngi də deyilir buna. Burada fəlsəfi və etik problemləri həll edir. Amma lirik və vətənpərvər olan isə dramaturq Hüseyn Caviddir. Müəllimə zamanın 4 anında 4 fərqli qoz ağacında, yəni 4 qadını fərqli yaşda təsvir etmişdir. Bu da qızın gənc, yaşlı və qoca qadın hərəkətlərini ilin fəsillərinə uyğun olmuşdur. Müəllimə burada da vəhdətlə təəssüratları böyük bir gözəllik bəxş etmişdir. Qoz ağacından hazırlanmışdır. Müəllimə belə bir təhlili var, səhv etmirəmsə. Bəli, müəlliməm, düzdür, bəli. Hə, müəllimələr, deməli və 1973-cü ildə yaranmışdır. Bununla 6 dənə mövzunun sual-cavabını yekunlaşdırdıq, nöqtədən vergülünə qədər. Yəni, ümid edirəm ki, bu dərs sizin üçün faydalı oldu və bu dərsi mən YouTube-a yerləşdirəcəm. Dərsimə qoşulan hər kəsdən kanalımıza abunə olmağı, videoları bəyənmək, yəni davamlı şəkildə videoların gəlməyini, bir də ki, rəylərə yazarsınız ki, hansı mövzularda çətinlik çəkirsiniz, hansı mövzulara izah qoyum. Yəni, artıq YouTube-da videolar paylaşacağam. İndi isə gecəniz xeyrə qalsın. Növbəti dərsimizdə 13-cü mövzu 14, 13, 14, 15, 16, 17. 17-ci mövzumuz bizim hansıdır? Sakit Məmmədov mövzusu daxil olmaqla öyrənəcəksiniz. Gələn dəfə də möhtəşəm bir dərsimiz olacaq və bu qeydi də iş görə-görə evdə, yəni dəfələrlə qulaq assaz, mən düşünürəm ki, 9-cu sinifdən çətinlik çəkməyəcəksiniz. Çox təəssüf ki, əvvəlki ilk 6 mövzumuzun səs qeydini qeyd etməmişəm. Bunu da baxacam telefonda dənə-dənə mövzuların sual-cavabı səs qeydi olsa, yenə də yerləşdirəcəm. Gecəniz xeyrə, kimisə mənə qaranlıq qalan yerdən sualı varsa, buyursun. Mən söz deyim, olar. Mən bəs sabah